Heç düşünmüsünüzmü, köhnə evlərin dam örtüyü və ya boruların izolyasiyası nədən hazırlanıb? Bəs səssiz qatil adlandırılan bu material hansıdır? Söhbət asbestdən gedir. Bir zamanlar tikinti möcüzəsi sayılan bu maddə niyə son illər dünyanın 70-dən çox ölkəsində qadağan edilib? Asbest, unikal xüsusiyyətlərə malik təbii mineraldır. O, möhkəmdir, oda davamlıdır və kimyəvi təsirlərə məruz qalmır. Məhz buna görə 20-ci əsrdə ondan sənayenin və həyatın bir çox sahələrində istifadə olunurdu. Şifer və borulardan tutmuş, əyləc bəndləri və qoruyucu geyimlərə qədər hər yerdə. O zaman bu material ideal bir çözüm kimi görsənirdi. Lakin medalın digər, çox qaranlıq tərəfi də var imiş. Elmi araşdırmalar sübut etdi ki, asbestin mikroskopik lifləri nəfəs vasitəsilə qəbul edildikdə ölümcül dərəcədə təhlükə yarada bilir. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı yekdilliklə bəyan edir ki, asbestin bütün növləri xərçəng yaradır. Bu sadəcə risk deyil, sübut olunmuş faktdır. Asbest ağciyər, qırtlaq, yumurtalı xərçənginə və xüsusilə aqressiv bir şiş olan mezoteliomaya səbəb ola bilir. Rəsmi məlumatlara görə hər il dünyada 200 mindən çox insan iş yerində asbestdən istifadə olunduğu üçün və onun nəticəsində yaranan xəstəliklərdən vəfat edir. Bu, peşə mənşəli onkoloji ölüm hallarının 70%-dən çoxudur. Bəzi ekspertlər isə real rəqəmin daha yüksək olduğunu, ildə 255 minə çatdığını düşünürlər. Asbestin qorxulu tərəfi ondadır ki, o hiss olunmadan təsir edir və xəstəlik 10 illiklər ərzində özünü büruzə vermədən inkişaf edir. İnsan gəncliyində asbestlə təmasda ola bilər, lakin simptomlar yalnız 20, 30 və ya 40 il sonra müalicəsi artıq mümkün olmadıqda ortaya çıxır. Və ən qorxulusu da ondadır ki, onun təhlükəsiz hesab ediləcək dozası yoxdur. Ağciyərlərə düşən bircə lif belə geri dönməz bir prosesə təkan verə bilər. Məhz bu səbəbdən bir sıra ölkələr asbestin qadağan olunması ilə bağlı radikal addımlar atmaq məcburiyyətində qaldılar. Bunların içində ilk addımı atan ölkə İslandiya olub. Onlar qadağanı hələ 1983-cü ildə tətbiq ediblər. Daha sonra Skandinaviya ölkələri də belə qərar qəbul etdilər. 2005-ci il yanvarın 1-dən isə Avropa İttifaqında asbestin hasilatı, istehsalı və istifadəsinə tam qadağa tətbiq edildi. Bugün asbestdən imtina edən ölkələrin siyahısında artıq 72 dövlət var. Niyə qadağa yeganə çıxış yoludur? Çünki asbestə nəzarət etmək demək olar ki, qeyri-mümkündür. Hər hansı təmir, söküntü və ya asbest materiallarının sadəcə aşınması zamanı havaya həmin o təhlükəli liflər yayılır. Risklə təkcə onu istifadə edən şəxslər deyil, yaxınlıqda olan hər kəs üzləşə bilər. Köhnə asbestin təhlükəsiz çıxarılması isə mürəkkəb və çox baha başa gələn prosedurdur. Onunla təması əvvəlcədən önləmək daha sadə və ucuzdur. Aydın risklərə baxmayaraq bəzi ölkələr, o cümlədən Rusiya, Çin və Hindistan, ondan hələ də aktiv şəkildə istifadə edirlər. Azərbaycanda isə artıq qanunvericilik səviyyəsində onun qadağan edilməsi nəzərdə tutulur. Beynəlxalq Səhiyyə Təşkilatları həyəcan təbili çalır. Dünyada təxminən 125 milyon insan hələ də iş yerlərində bu kanserogenin təsirinə məruz qalır. Bəs yekunda nəyə sahibik? Asbest sübut olunmuş kanserogendir və böyük zaman gecikməsi ilə ölümcül xəstəliklərə səbəb olur. 72 ölkə, o cümlədən Azərbaycan Respublikası, artıq seçimini vətəndaşlarının sağlamlığından yana edib və onu tamamilə qadağan edib. Bir çox dövlətlər anladılar ki, heç bir iqtisadi mənfəət itirilmiş həyatlara bəraət qazandıra bilməz. Təhlükəsiz alternativlərin mövcudluğu asbesti keçmişin qalığına çevirir və dünya ondan inamla imtina edir. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Bu videonu paylaşaq ki, daha çox insan bu təhlükəli material haqqında həqiqətləri bilsin. Özümüzü və sağlamlığımızı qoruyaq.